Buyur, bu kimdir? Yəqin şəhərdən gələn qızlardandır. Yorulub yatır. Ay qız, ay qız! Buyur başım axıyır, az burada nə yatmışsan? Dur gedək evə, az dur! Mən qız deyiləm. Görürəm, baxdın getirib ki, qız olmamısan. Yoxsa bu gövdəylə ömür billah evdə qız qalardın. Dur az, eşidirsən? Görmürsən burada istirahət eləyirəm? Buyur, sən kimsən? Mən? Məhəmmədəm. Tanımadım. Və familiyen nədir? Məhəmmədov. Və dədənin adı nədir? Məhəmməddir, Məhəmməd oğlu Məhəmmədov. Başa düşdün? Bəxtəvər, bütün Məhəmmədləri yığıb doldurmuşsan üstünə. Axı sən kimsən? Mən? Bu toğuqçuluq fermasının biri qədirim. Deyirəm axı, danışmağa adam tapmırsan. Fermada toğuqlarla nə danışasan? Odur ki, bir insan evləri görən kimi qırsaqqız olur, yapışırsaq deyinlər. Brava? Hə. Məndən əliniz, mənim qadın xeylana xoşum gəlmir. Hə, elə sən də məndən əliniz. Mənim də kişilərdən xoşum gəlməz. Kişi görəndə elə bil, yumurtlamayan toyuq görür. Bəs məhəbbət, sevgi, eşq. O nə olan şeydir? Məhəmməd. Başa düşmədin? Yox, düşmədim. Bu saat səni başa salım. Göz qaralır, baş fırlanır, adam solur eşqdən. Gör dünyada nələr olur eşqdən. Mən də sərbəst bir adamam, yoldaşam qadınlara. Polad kimi ürəyim var, sevgi hara, mən hara. Adın nədir? Züleyxa. Aşk olmazsan ki? Yox ha! Heç bilirsən aşkı nədir kişilərin kələyi. Heç bilirsən aşkı nədir kişilərin kələyi. Mən sevirəm o diləm, incini yalan deməyi. Qadın kişi bərabərdir, sevgi nədir, aşk nədir. Avaralıq eləmək üçün bunlar bir bahanədir. Adın nədir? Məhəmməd. Söz mü sözdür? Əlbət. Kolxozun idarə heyəti burada institutun filialını yaratmaq fikrini bəyənir. Yaxşı deyilir. Axı bir də belə təcrübə olar. Biz meyvə ağacları əkirik, gülümsərək çıxartdırıb yerini dəyişdirir. Onun yalançı elmi təcrübələri haqqında instituta bildirməliyik. Axı nə qədər hibritləşdirmək olar? Birazdan da yəqin dəfnə ağacı ilə zeytunu calaq eləyəcək. Axırda özünü də elmlər namizədə adına calaq eləyəcək, görərsən. Siz gülürsünüz, amma mən həm kolxozun dərdindəyəm, həm də sizin təcrübənizin. Ulduz haqlıdır. Siz bizə kömək eləməyə gəlmişsiniz. Amma elə çıxır ki, bizə mane olan bu tipə kömək eləyirsiniz. Əyləşin. Bu nədir? Elmi şuradır? Ya aktiv çağırmışsınız? Bəs niyə mənsiz? Bəlkə yoldaş müxbir, sizin pres konferansınız var. Yığışmışıq ki, siz təcrübələrinizin mövzusunu bizə başa salasınız. Yox, başa sala bilməyəcəyəm. Mənim mövzum elmi sirridir. Təcrübələriniz kolxoza ziyan vurur. Elədir, elm qurban tələb edir. Biz də elə sizi elmə qurban vermək istəyirik. Eşitdiniz? Yaxşı, eybi yoxdur. Mən ölçü götürərəm. Ay şubay. Nasıl? Bəli, Nasıl? bəli. Bu nədir? Yoxsa sən də elmin qurbanısan? Xeyr, mən incə sənətin qurbanıyam, yoldaş gülüm Saro. Yaz. Baş üstə. Yox, hələ yazma. Mənim əmrimi Məhəmmədə yetir.
Muhbirin maşınına 5 kilo, yok 10 kilo mandarin koysun. Başa düştü? Arxayın ol deyərəm. Kes. Kestim. Özün yaz. Baş üstə. Yok. Bunu yazma.